إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله. Amma ba, əziz və dəyərli olan qardaşlar, ilk növbədə hər birini salamlayıram. Esselamu aleykum və rahmetullahi və barakatuh. Bundan sonra əlhəmlə istədik ki, qısa nəsiyyət olsun. Həmin nəsiyyətdə inşallah ki, Şeyx Zeyd ibn Muhammed ibn Hadi Əl-Mədxali Rahiməllahın, Allah rəhmət etsin, Əl-Minhəcul Qavim Fittəs bir Rasulül Kərim sallallahu aleyhi və səlləm, Peyğəmbər sallallahu aleyhi və səlləm olan tabiçilikdə doğru yol adlı kitabı var. İnşallah oradan qısa nəsiyyətlər oxumağa başlayacaq inşallah. Allahdan istəyir ki, Allah subhanahu taala eşidib dinləyənlər üçün faydalı eləsin. Allahümmə amin. Şeyx buyurur ki, rahiməllah, məlum olan zəruri bildiyimiz odur ki, deyir, iki dəvət vardır. Biri Allaha olan dəvətdir, biri də şeytana olan dəvətdir. Və həmçinin iki hizb vardır. Biri Allahın hizbidir, Allahın ordusudur, qoşunudur. İkincisi də şeytanın, hizb-ı şeytandır. Və həmçinin iki yol vardır. Şeyx buyurur ki, biri cənnətə gedən yol, biri də cəhənnəmə gedən yoldur. Və sonra şeyx deyir ki, əmmət dəvətən, iki dəvətin birincisinə gəldikdə, fədəvətun ilallahi təbarəkə və teala. Bu Allah təbarəkə və teala olan dəvətdir. O da o dəvətdir ki, Allaha imanı vacib edən dəvətdir. Bu dəvət, Allaha dəvət, Allaha iman gətirməyə vacib edən bir dəvətdir və həmçinin o dəvətdir ki, Allahın hörmətli rəsulları onlara, yəni onların gətirdiyi risaləti təsdiqləyən bir dəvətdir. Yəni həmçinin Allah subhanahu wa ta'ala iman gətirməyə təsdiqləməlisən və həmçində rəsullar nə ilə gəlibsə onu. Şeyx buyurur ki, birincisi Nuh aleyhisselamdan olmaqla, sonuncusu onların xitamı Peyğəmbərlərin Muhammed sallallahu aleyhi və səlləmə kimi olan bütün Peyğəmbərlərin gətirdiyi dəvəti təsdiq etməkdir. Və heç bir şeyx buyurur ki, şək şübhə yoxdur ki, Allah subhanahu wa ta'ala olan dəvət ümumi mənada vazifətu Rusulullah əcmain. Bütün rəsulların hamısının vəzifəsi olub Allaha dəvət. Əl-ləzīnə bə'athəhumullahu mübəşşirinə və munzirin. Hansı ki o rəsullar müjdələyən, xəbərdar edən və qorxudan olaraq göndərilib. Allah subhanahu onları qulların müjdələsin və onları xəbərdar etsin, qorxusun deyə göndərmişdi Peyğəmbərləri. Mübəşşirinə mən ata'allahu bi ridah vəl cənnə. Və o rəsullar Allaha kimlər ki itaət edir, onları Allahın razılığı və cənnət ilə müjdələyiblər. Və munzirinə mən asallahu bi səxatihi vən nar. Və həmçinin Allah, yəni kim ki Allaha asi olacaq, qarşı çıxacaq, günah eləyəcək, rəsullar onları, Allahın göndərdiyi rəsullar onları Allahın qəzəbi və cəzası və cəhənnəm odu ilə xəbərdar ediblər, qorxuzublar. Kəmə qalə subhanahu və teala. Necə ki Allah subhanahu və teala mübarək kəlamında Nisa surəsi 165-ci ayədə buyurur ki, Əuzu billahi mineşşeytanirracim. Rusulən mübəşşirinə və munzirinə liəllə yəkunə linnəsi aləllahi hüccə. Allah buyurdu ki, biz rəsullar göndərdik. Müjdələmək üçün, qorxutmaq üçün, xəbərdar etmək üçün rəsullar göndərdik ki, onlar insanların Allaha qarşı heç bir bəhanəsi qalmasın. Və kənəllahu azizən həkimə. Həqiqətən Allah qüdrətlidir və hikmət sahibidir. Və həmçinin Allah subhanahu wa ta'ala Hədis surəsi 25-ci ayədə buyurdu ki, Ləqad ərsəlnə rusulənə bil-bəyyinət. Biz açıq aydın dəlillərlə rəsullar göndərdik, Allah dedi. Və ənzəlnə mə'ahumul kitab vəl-mizan.
və o rəsullarla da bərabər kitab nazil elədik və həmçində tərəzini. Liyaqumən nasu bil qist. İnsanlar ədalətli olsunlar ona görə. Və həmçinin Nəhl surəsi 36-cı ayəyə baxsan Allah Subhanahu buyurdu ki: "Və laqad ba'athna fi kulli ummetin rasula." Biz hər bir ümmətə rəsul göndərdik. Hər bir ümmətə. Nə üçün? Ən'budullaha. Allaha ibadət etsinlər. Yəni Allaha ibadətdə təkləşdirsinlər. Və ictənibut tağut. Tağutdan da çəkinsinlər. Çəkindirsinlər. Yəni şirkdən. Və həmçinin Allah Subhanahu wa Ta'ala Mü'minun surəsi 44-cü ayədə buyurdu ki: "Thumma arsalna rusulana tatra." Sonra bir-birinin ardıca rəsullar göndərdik. Fikir verin. Allah Subhanahu rəsulları göndərdi. Şeyx buyurur ki: "Və hadihi'l ayatil kerimat tedullu bi vuduh ala anna Allah azza ve celle lem yakul halq ila uqulihim liya'budu." Bu ayələr deyir, oxuduğumuz bu ayələr bizlərə həqiqətən fikir verin qardaşlar. Göstərir ki, Allah Subhanahu wa Taala bəndələrin ona olan ibadətdə öz ağıllarına buraxmır. Fikir verin, Allah Subhanahu Taala bizi ibadətdə öz ağlımıza buraxıb axı. Necə gəldi, sən özün seç, necə istəsən elə ibadət edəyib? Yox. Bəl, əksinə, ən'amə aleyhim bi'a'zaman niyam haythu anzala aleyhim kutuban. Əksinə, onlara ən böyük nemət olaraq Allah kitabları nazil edib. Kitabları göndərdi. Fiha bəyanun. O kitablarda insanlara bəyan etdi, açıqladı. Lahum və huda və rahmə liqavmi yu'minun. Allah Subhanahu taala iman gətirən qövm üçün rəhmət olaraq, bəyan olaraq o kitabları göndərdi ki, o kitablarla insanlara həmin doğru yol aydın olsun, açıqlansın. Kitablar dedikdə hansı kitablar və hansı peyğəmbərə gəlib? Necə şeyx burada gətirir? Tövrat kimə? Musa əleyhissalama nazil olub. İncil hansı peyğəmbərə? İsa əleyhissalama nazil olub. Yaxşı, Zəbur Davud əleyhissalama nazil olub. Və həmçinin Furqan Muhammed sallallahu aleyhi ve sellem, yəni Quran haqqı batildən ayırt edən Muhammed sallallahu aleyhi ve sellem nazil olub və həmçinin Suhuf İbrahim aleyhissalam. İbrahim aleyhissalama da səhifələr Allah nazil edib. Bunlar şəriət idi, şəriətlər idi. Şeyx buyurur ki: "Və arsələ iləyhim rusulan." Fikir verin, yəni ibadətdə Allah Subhanahu taala bizi öz ağlımızla baş-başa buraxmadı, qardaşlar. Ki, ibadət elə, özün necə istəyirsən, yox. Əksinə, kitab indirdi. Necə ibadət edəcəksən, o kitabda sənə bəyan elədi. O kitabı başa düşmək üçün də rəsulları indirdi, göndərdi. Rəsulları göndərdi ki, və yuneyyirunə ləhum tariqul haqq. Haqq yolun insanlara neynəsin? İşıqlandırsınlar. Və yədəunəhum iləyhə. İnsanları o haqq yola dəvət eləsinlər deyə Allah rəsulları göndərdi. Ona görə sən Muhammed sallallahu aleyhi və səlləmə, onun sünnəsinə dəyərli müsəlman tabi olmasan azacaqsan. Sən tək Quranı götürüb sünnəni tərk eləsən azacaqsan, mümkün deyil. Ümumən ağla, əqlə ziddir. Fitrətə ziddir. Mümkün deyil ki, sən Quranı götürəsən, hədisləri inkar edəsən. Mümkün deyil. Ona görə peyğəmbəri göndərdi ki, sən ona tabi olasan. Və həmçinin o peyğəmbərlər insanları həlak yolundan, o həlak yolu ki, cəhənnəmin ən alt təbəqəsinə sürükləyir. Oradan insanları çəkindirdilər. Allah ona görə rəsulları göndərdi, insanları qorxusun, müjdələsin deyə. وَلِلَّهِ الْحِكْمَ فِي خَلْقِهِ. Allahın yaratdıqlarında hikmət Allaha məxsusdur. Allah bilir hikmətin. وَالتَّصَرُّفُ الْمُطْلَقْ فِيهِنْ. Həmçinin Allah Subhanahu taala onların işlərini idarə edən də Allahdır. Hər bir işimizi idarə edən Allahdır, qardaşlar. Hər bir işimizi, hər bir işi Allah idarə edir. Huvel mudabbir. Fəmən ihtədə bi fadlillahi və rahmetihi ihtədə. Kim ki doğru yola yönəlibsə, bilsin ki bu Allah Subhanahu və Taala'nın lütfündəndir. Və onun rəhmətindəndir ki, onu doğru yola yönəldib. Şükür elə Allaha. Və mən dallə fə bi adlillahi və hikmətihi dallə və qava. Kim ki azıbsa,
Biləcəksən ki, bu Allah Subhanahu va Taala'nın ədalətindəndir və onun hikmətindəndir. Ki o azıb, Allah onu azdırıb. Allahın ədalətindəndir, Allah zülm eləyən deyil. Laqad da'a və yad'u bi da'vatir rusulul kiram vel enbiya. Şeyx buyurur ki, artıq bu yola peyğəmbərlər dəvət etdilər. Rəsullar dəvət etdilər. Onlara tabe olanlar, sahabələr dəvət etdilər. Salih əmələ hər bir zamanda və məkanda, yəni zamanından, məkanından asılı olmayaraq dəvət etdilər. Usanmadılar sahabələr. Və həmçinin onların mirasını daşıyanlar. Çünki alimlər peyğəmbərlərin mirasını daşıyarlar. Onların mirasını daşıyan, onların mirası elmdir və mirasını daşıyan da elm əhlidir, alimlərdir. Alimlər də onların mirasını daşıdılar, elmi daşıdılar, insanlara çatdırdılar. Və həmçinin insanları batıl yoldan çəkindirdilər. Doğru yolu işıqlandırdılar, öyrətdilər insanlara. Və Allah Subhanahu va Taala nə qədər ümmətlər oldu ki, qövmlər oldu ki, peyğəmbərlərin əli ilə onlara hüccəti qaldırdı. Baxsan, görərsən ki, Allahın Rəsulunda, peyğəmbərlərdə nə qədər öyüd nəsihət vardır, nümunə vardır. Salih nümunə vardır, doğru yol vardır. Baxsan, sahabələrə görərsən ki, onlar azı dişləri ilə peyğəmbərin sünnəsindən yapışdılar. Canlarını və ən dəyərli şeylərini Allah yolunda fəda elədi sahabələr. Niyə? O dəvəti öyrəndilər, əməl elədilər, qardaş, sonra sənə çatdırdılar. Nəsil əməl eləyə, çatdıra bu din gəldi sənə, mənə çatdı, qardaş. Necə çatdı? Hamı əməllə, dəvətlə yəni. Əməl etməklə də iş bitmir, dəvət etmək vacibdir. Bilirsən, əməl etməlisən. Əməl etdiyin dəvət vacibdir, yəni qardaş. Vacibdir, hökmü vacibdir, tərki günahdır. Ona görə baxçınan canlarından keçdilər sahabələr. Mallarından keçdilər, ən sevdiyi şeylərin fəda elədilər Allah yolunda. Allaha olan dəvətdə ixlaslı şəkildə qəlbləri ilə bu işə yönəldilər. Sadiq oldular dillərində, yalan danışmadılar sahabələr, alimlər. Bu dini, bu dəvəti bizə çatdırdılar. Bezmədilər bu yolda. Heç vaxt bezmədilər. Və la futur, heç vaxt zəiflik göstərmədilər sahabələr. Və la yəs, heç vaxt ümidsizliyə qapanmadılar. Ümidsiz olmadılar bu yolda dəvət edəndə. Əksinə sevinirdilər ki, uca mövlalarına, Rəblərinə qovuşacaqlar. Dəvət edirdilər ilə. Heç bir şey onları bu yoldan geri çəkindirə bilmədi, döndərə bilmədi. Heç bir şey. Malları getdi, canları getdi, ata getdi, ana getdi, yenə bu yoldan dönmədilər. Və la tərəddüd, heç vaxt tərəddüd eləmədilər bu dəvətdə. Heç bir zaman. Və la təqsir, öz işlərində heç vaxt təqsirli olmadılar. Təqsir görmədilər bu dəvətlərində. Ona görə Allah Subhanahu va Taala Zümər surəsi 18-ci ayədə buyurdu ki: "Ulaikellezine hadahumullah." Allah onları doğru yola yönəltdi. Allahın yəni doğru yola yönəltdiyi kəslər onlardır. Və ulaike hum ulul əlbəb. Elə məhz ağıl sahibləri də olardı. Allah dedi. Və la qarva en yekunu kezalika. Onların bu halı səni heç də təəccübləndirməsin. Bilsən necə? Niyə? Humullezine qale fi haqqihim Nəbi sallallahu əleyhi və səlləm el-Kərim. Peyğəmbər sallallahu əleyhi və səlləm çünki onların haqqında xəbər vermişdi. O sahabələr haqqında, onların məqamı, məkanı haqqında, onların elm üçün və həmçinin bu elmi öyrənib əməl etməklərində olan və onu nəşrində, yaymağında insanlara onların fəzilətini Allah Rəsulu bizlərə çatdırdı. Sahabələrin fəzilətinə nə qədər danışır Muhammed sallallahu əleyhi və səlləm, elə deyilmi? Çatdırdı onların bu yolda etdiyi addımları, qoyduğu addımları. Nə yolda? Allah olan dəvətdə, hikmətlə. Onların fəzilətini Allah Rəsulu bizə çatdırdı. Cənnətlə müjdələdi sağlığında. El-mübəşşirunə bil-cənnə. Cənnətlə müjdələnən 10 sahabə. Fəqalə, həmçinin Allah Rəsulu fəzilət olaraq nə buyurdu hədisində? Allah Rəsulu buyurur ki, mən sələqə tariqan yətlubu fihi ilmən, kim elm tələb etmək üçün yola çıxarsa, sələqəllahu bihi tariqan min turuqil cənnə. Allah
onu cənnətə gedən yola yönəldər. Və yaxud Allah onun cənnətə gedən yolunu asanlaşdırar. Və innal mələikə lətədəu əcnihətəhə ridan li tələb. Allah Resulü buyurdu ki, mələklər elm tələb etdiyi bu yolda razılıq əlaməti olaraq qənətlərin elm tələbi üçün çıxanın ayaqları altına sərdilər. Görün Allah Resulü nə boyda fəzilət dedi onlardan, alimlərin fəzilətindən. Kim idi alimlər, qardaş? Sahabələr idi, sahabələr. Allah Resulü onların fəzilətini çatdırdı bizə. Və həmçinin alimlərimizə aid deyil, məhənnə aiddir. Və innəl alim, sonra Allah Resulü buyurdu ki, həqiqətən alim ləyəstəğfiru ləhu mən fis-səmavati və mən fil-ard və ləhitən fi cəvhil mən. Həqiqətən alim deyir, səmada olanlar və yerdə olanların hamısı, hətta dənizdə olan balıqlar belə onun üçün Allahdan bağışlanma istəyər. Təsəvvür elə, əxi. Göydə olanların hamısı, yerdə olanların hamısı, dənizdə də olan balıqlar. Allahım, alimi bağışla. Allahım, onu bağışla deyir. Muhammed sallallahu aleyhi ve sellem verdiyi xəbərləri təsdiq etmək, əşhədü ənnə Muhammedən Rasulullahın nəyindəndir, qardaş? Şərtlərindəndir. Biz təsdiq edirik. Muhammed sallallahu aleyhi ve sellem yalan danışmaz. O mən yentiqu anil hava. O havadan heç nə danışmaz. İn huva vahyu yuha. Onun danışdığı ancaq vəhiydir. Sonra Allah Resulü buyurdu ki, və innə fədlal alim aləl abid, alimin abidə olan üstünlüyü kəfədlil qaməri leylətəl badri alə səiril kəvakib. Bədirlənmiş gecədə ayın, necə ki ay işıqlı olur, onun digər ulduzlara olan üstünlüyü misalındadır. Alimin abidə olan üstünlüyü. Və innəl uləmə, sonra Allah Resulü buyurdu ki, həqiqətən alimlər vərəsətul ənbiyə, peyğəmbərlərin miraslarıdır. Və innəl ənbiyə, peyğəmbərlər isə ləm yuvərrisu dinaran və lə dirhəmən. Peyğəmbərlər isə nə dinan, nə dirhəm, yəni qızıl və gümüş miras qoymazlar. Vərrəsul ilmə, onların mirası elmdir. Allah Resulü buyurur hədisini. Fəmən əxədəhu əxədə bihəzzi muvafir. Kim o elmi götürərsə, tükənməyən bir pay götürmüşdür, Allah Resulü buyurur. Kim o elmdən götürərsə. Şeyx buyurur ki, وَهُمُ الَّذ۪ينَ ظَفَرُوا بِصَلَاتِ اللّٰهِ وَمَلَاكَتِهِ عَلَيْهِمْ. Onlar o kəslərdir ki, Allahın xeyir duasını qazandılar. Yəni, elmi öyrənənlər, başda sahabələr olmaqla, sonra tabinlər, ətba tabinlər, ta dövrümüzə kimi alimlər, elm əhli, onlar Allahın xeyir duasını qazandılar. Quran və sünnə. Və həmçinin mələklərin xeyir duasını qazandılar. Onlar üçün səmada və yerdə nə varsa bağışlanma istəyir. Bəl və salat əhli səmavati vəl ard. Hətta deyir, göydə olanlar, yerdə olanlar, hətta nəmlə fi cəhrihə, hətta yuvasında olan qarışqa belə onlara bağışlanma istəyir Allahdan. Dua edir. Və hətta hud fil bəhr, hətta dənizdə olan balina belə bağışlanma istəyir alim üçün. Kəmə cəə fi hədis Əbi Umamə radiyallahu anhu. Necə ki, Əbu Umamə radiyallahu anhu hədisində gəlir ki, qalə Rasulullah sallallahu aleyhi ve sellem, Allah Resulü buyurdu ki, İnnəllaha və mələikətəhu və əhlə səməvati vəl ard həttən nəmlə fi cuhrihə və həttəl hud fil bəhr lə yusalluna alə muallimin nəsil xayr. Həqiqətən Allah mələkləri, səma əhli və yer əhli, hətta yuvasında olan qarışqa və hətta dənizdə olan balıqlar belə, böyük balina belə insanlara xeyir öyrədən müəllimə dua edənlər. Allah Resulü buyurdu. Harada keçirətiz? Əxrəcəhu Tirmizi fi kitab-ül ilm və fadl-ı fiqh aləl ibad. İmam Tirmizi rahiməllahın kitab-ül ilmdə rəvayət etdiyi hədisdir. Şeyx buyurur ki, qultu və kəfə bizəlikə fadlan və şərəfən lil-uləmə əl-amilinə və duat iləllaha muxlisinə əs-sadiqin. Bu, Allaha sadiq şəkildə, muxlis şəkildə Allaha dəvət edən, əməl edən alimlərə şərəf olaraq kifayətdir. Şərəf olaraq kifayətdir bu fəzilət. Həqiqətən, baxanda həyatlarına necə ki, şeyx dedi ki, o sahabələr bu elm bizə gəlib çatsın deyə neynədilər? Əməl etdilər. Birinci əməl oldu. Sonra nə vardılar? Nəşr elədilər onu, yaydılar insanların içində. Özü əməl edib çəkinmədi evinə. Çəkinmədi ki, bəssi, mənə bəssi.
Xeyr, əksinə bildi ki, Peyğəmbər sallallahu əleyhi və səlləm onlara deyib ki, əmr edib ki, öyrəndiyini yaymalısan insanlara. Dəvət elədilər, belə gəldi, sənə çatdı. Canından keçdi, ən sevdiyi şeylərdən keçdi, necə şeyx dedi. Misal olaraq birini gətirir, bu sahabə haqqında qısa xatırlatma ediyor və bununla yekunlaşaq. Həmin sahabə haqqında nə söylənilirdi? Avliya-i Rahman, Ər-Rahmənin övliyalarındandır. Sahabə. Sahabənin adı Xubeyb ibn Adi. Xubeyb ibn Adi. Diqqətlə qulaq asın. Görün və səbəbini də deyəcəm. Niyə övliyalarından deyir, övliya olub. Xubeyb ibn Adi və həmçinin şeyxdir ki, o batlu min abtal İslam, İslam qəhrəmanlarından olub. Və həmçinin sünnə qoyub ölüm anında. Ölümü ilə sünnə qoyub. Ondan sonra nə qədər sahabə oldu ki, elə ölüm gəldi, o sünnəni yerinə yetiriblər. Səbəb də deyirlər ki, Xubeyb ibn Adi oldu. Görün, Xubeyb ibn Adi Bədirdə müşriklərin rəisini öldürür. Onlar da ondan düşmüşdülər ki, yəni belə deyək də başına pul qoymuşlar ki, yəni bunu tapın öldürəcək. Və Xubeyb ibn Adinin tapırlar. Gətirirlər onu əsir kimi. Bədir günü şeyx söyür ki, وَكَانَ قَدْ قَتَلَ الْحَارِسِ ibn Amir. Haris ibn Amir onların rəislərini öldürmüşdü Bədir günü. O zaman ki, deyir, onu tənəmə gətirirlər, çalımıqa çəkməkdən ötürü müşriklər. Müşriklər tutur onu, sahabəni. 5 sahabə olur, onlardan da biri Xubeyb olur. Hədis keçir Buxari Müslimdə, qardaşlar, səhih hədisdir. 5-dən 3-ünü öldürürlər, 4-ünü öldürürlər. Yeganə əsir düşür Xubeyb, radiyallahu anh. Onu da çalımıqa çəkərək öldürürlər, Tənimdə. Tənim də, bilirik, aşana məsciddə olan yerdir. Tənim, həmən yerdə müşriklər edamlarını orada keçirirdilər. Haramdan çöldə. Haramın ərazisinə hörmət qoyaraq, hətta müşriklər. Təsəvvür edin. Orada çalımıqa çəkirdilər. Xubeyb ibn Adiyin də radiyallahu anhunu, Allahın övliyasını gətirirlər ora. Nə deyir? Çalımıqa çəkməmişdən əvvəl deyir ki, icazə verərsiniz 2 rükət namaz qılın. Xubeyb radiyallahu anh. İlk namaz qılmaq, çalmıqda namaz qılmaq sünnəsini qoyan kişidir. Allahın övliyası Xubeyb. Deyir ki, qılcına. İcazə verirlər namaz qılınmağa. Söyləyir ki, ravi gözəl şəkildə namazı qıldı, 2 rükət. Sonra deyir, əqbələl qovum. Orada olan cəmaata qarşı üzün çördü. Fəqal, söylədi ki, əmmə vallahi. Vallahi ki, ləulə ən təzunnu ənni innəmə təvvəltu cüz'an minəl qatil ləstəqsərtu minəs-salə. Vallahi ki, Allaha and olsun ki, əgər siz Xubeyb ölümdən qorxaraq namazın uzatdı, yəni bu cür deməyinizi zənn etməyinizdən qorxmasaydım, namazı uzadardım, deyir, çox qılardım. Fikir verin, ölüm anında, yəni son namazıdır, yəni onu belə uzatmaq istəyir, lakin İslamı izzətdə tutur, deyir ki, yəni qorxaqdır, ölümdən qorxur deyənə, elə deyəcəklər deyənə, deyir ki, qısa. Qılır, lakin gözəl şəkildə qılır. Summa rafa'uhu aləl xəşbə. Namaz qılandan sonra bu söz də söyləyir onlara. Sonra deyir, onu qaldırırlar ağaca çalmağa çəkməyə. Fələmmə avfəquhu. Xubeybi möhkəm bağladılar, söyləyir. İmam Buxar rəhməhullah rəvayət edir. Qalə, möhkəm bağlayanda ağaca, onda Xubeyb dedi ki, Allahümmə innə qad bəlləğnə risalətü rasulik. Allahım, sənin rəsulunun risalətin biz çatdırdıq. Dəvət elədi, fikir ver. Nə deyir? Belə gəlib çatdı, əxıcan sənə dəvət, mənə dəvət, belə gəlib çatıb. Sən şahid ol, deyir. Sonra dedi ki, fəbəlliğhul qadətə mə yusnə binə. Allahım, rəsuluna bizim başımıza hal-hazırda gələni çatdır cinam. Buxarda keçən növbəti hədisdə keçir ki, Allah Rəsulu sahabələrlə bərabər olanda dedi ki, Xubeyb və onun yəni dostlarını öldürdülər. Allah Rəsuluna Allah Subhanahu vəhyi nazil edir, xəbər verir. Xubeyb də dedi ki, Allahım, bizim başımıza gələni Peyğəmbərə çatdır. Sonra dedi ki, Allahım əhsihim adədən. Allahım, onların sayın tək-tək hesablacilə. Vaqtulhum bədədən. Onları
tək öldürgünən. Və la tuğadir minhum əhədən. Onlardan heç birini sağ buraxma Allahım. Summa qataluhu rahimehullah və radiyallahu anhu. Sonra sahabəni qətl edildilər. Son sözü bu oldu. Bu Buxarda keçən hədisi inşallah ki oxumaq istərdim. Qısa bir hissəsin. Niyə Əvliya-ur Rahman həmçinin adlanır? Əbu Hüreyrə radiyallahu anhu rəvayət edib bu hədisi. Həmin öldürüldü necə ki müşriklərin rəisi olan Əl-Həris, onun qızı da orada olub qardaşlar. Qızı söyləyir ki, onlar Xubeybi öldürmək üçün toplaşdıkları zaman Xubeyb təmizlənmək üçün necə deyək, tıraş istəmiş, yəni təmizlənmək üçün nəsə istəmişdir. O qızdan istəyib. Mən də deyir ona verdim onu. Mənim xəbərim olmadan deyir uşaqlarımdan biri onun yanına getmişdi, xəbərim olmadan. Sonra deyir gördüm ki, həmin o ülgüc əlindədir. Uşaq da oturub onun dizinin üstündə. Həmin o müşrikin qızı deyir. Hansı ki Xubeyb öldürmüşdü onu. O rəvayət edir onu. Deyir, elə pis qorxdum ki, yəni ki, uşağı öldürəcək Xubeyb. Bu qorxun deyir, üzümdən hiss elədi. Mənə dedi ki, onu öldürəcəyimdən qorxursan uşağı. Mən heç vaxt belə bir şey eləmərəm. Heç vaxt belə bir şey eləmərəm. Baxın, onların əsirlikləri də necə olub. Qız deyir ki, Allaha and olsun ki, mən ömrümdə Xubeybdən daha xeyirli bir əsir görməmişəm. Gör nə qədər müsəlmanlar əsir götürmüşlər. Sonra deyir ki, Allaha and olsun ki, bir gün mən onun əlində bir salxım üzüm yeyərkən gördüm Xubeybi. Halbuki o dəmir zəncirlərlə bağlanmışdı və həmin vaxt Məkkədə heç bir meyvə yox idi. Heç bir meyvə yox idi. Sonra həmin qadın deyir ki, şübhəsiz ki, bu deyir Allahın Xubeybə bəxş etdiyi ruzi idi. Allahın övliyası idi, bax. Onlar belə olublar, qardaşlar. Allah onlardan razıdır. Onlar da Allahdan razıdır. Allah həmd olsun. Onlar Allahın dinin bu cür əziyyətlərlə, canları ilə, sevdiyi şeylərdən keçməklə əməl edərək çatdırdılar bizlərə. Elhamdülillah. Biz də ona görə əməl eləməliyik və bu yolda usanmamalıyıq, qardaş. Gələn müsibətlə, Allaha olan dəvətindən əl çəkməməlisən. Necə Şeyx Fəvzan Allah gətirir, 3 əsasda sədəqə verəndirsə, müsibət gəlibsə başına sədəqədən əl çəkməməlidir. Xütbə verəndirsə, müsibət gəlibsə başına xütbə verməkdən əl çəkməməlidir. Yaxşılıq eləyəndirsə insanlara, müsibət başına gələn kimi yaxşılıqdan tərk eləməməlidir və deməməlidir ki, bu mənim üzərimə vacib deyil. Əksinə, müsibət gəlib sevincinə. Allahdan da əlhəmdülillah, Allah sevdiyi qullarını imtihan eləyər. Dərəcəsini öz qatında qaldırmaqdan ötürü. Əlhəmdülillah, Allah subhanətələ bizləri bağışlasın. Bizləri onun dinin öyrənib əməl etməkdə yardım etsin bizlərə, müvəffəq eləsin. Şübhəsiz ki, müvəffəqiyyət Allahdandır. Subhanətəllahumma bihamdə və şəhədu ən la ilahə illə ənt və estəğfiruka və etûbü ileyk.